Uşaqlar, bugünkü mövzumuz bizim frazoloji birləşmələrdir. Frazoloji birləşmələrə bəzən frazem də deyilir. Baxaq görə frazoloji birləşmələrdə bizə nə deyir? Deyir, bəzi söz birləşmələrinin tərkibində sözlər öz həqiqi mənasından uzaqlaşır və bütövlükdə bir leksik mənanı bildirir. Və belə söz birləşmələrə frazoloji birləşmələr deyilir. Bu nə deməkdir? Baxın, deyir ki, qulaq asmaq. Qulaq asmaq. Uşaqlar, qulaq asmaqda qulaq və asmaq sözləri var. Sizcə burada qulağı hardansa asmaqdan söhbət gedir? Yox. Deməli, orada qulaq və asmaq sözləri öz həqiqi mənasından uzaqlaşıb və bütövlükdə bir dənə məna bildirir. Bir leksik məna bildirir. Yəni, qulaq asmaq olur nə? Dinləmək. Burada qulaq sözü də, asmaq sözü də öz həqiqi mənasını itirdi və bir məcazi anlam, frazem ifadə elədi. Qulaq asmağın mənası nə oldu? Dinləmək. Baxın, sual verərsiniz ki, müəllim, söz birləşməsi ilə frazoloji birləşmənin fərqi nədir? Biz söz birləşməsini keçəndə, bax, buradakı kimi, paltar asmaq. Söz birləşməsində dedik, əsas tərəf var, aslı tərəf var. Məsələn, paltara aslı deyirdik, asmağa əsas tərəf deyirdik. Amma frazemdə bu yoxdur. Frazemdə birinci və ikinci tərəf və yaxud tərəflər öz həqiqi mənasını itirir. Neynir? Bütövlükdə bir leksik mənanı bildirir. Yəni, frazemdə artıq qulaq asmaqda sizə desək ki, qulaq aslı tərəfdir, asmaq əsas tərəfdir, belə bir məna yoxdur. Belə bir ifadə yoxdur. Çünki frazem bütövlükdə olur nə? Bir leksik vahid. Yəni, bir söz. Leksik vahid nədir? Yəni, bir söz. Aydındır mı? Bura qədər aydındır. Sonra deyir, frazoloji birləşmələrin əksəriyyəti hərəkət bildirir. Yəni, hərəkət bildirən sözlərdir. Baxın, qulaq asmaq, nə etmək, ürəyinə xal düşmək, nə etmək, bir göz qırpımında. Bu artıq feil deyil, hərəkət bildirmir. Yəni, deyir, əksəriyyəti hərəkət bildirir. Bəziləri isə ad bildirəcək, əlamət bildirəcək, tərz bildirəcək. Amma bizdən soruşsa ki, frazemlərin əksəriyyəti nə bildirir? Deyəcək ki, hərəkət bildirir. Soruşsa ki, tərz bildirən və yaxud əlamət bildirən frazemlər varmı? Bəli, var. Az da olsa var. Məsələn, bir göz qırpımında, nə tərzdə? Yəni, cəld mənasındadır. Oldu tərz bildirən. Aydan arı sudan duru. Yəni, tərtəmiz anlamında. Bu da əlamət bildirən frazem oldu. İndi keçirik növbəti hissəyə. Görək nə deyir. Deyir ki, bəzi söz birləşmələri həqiqi və məcazi mənada işlənə bilər. Bunu konteksə əsasən müəyyən edəcəyik. Yadınıza gəlir, yola düşmə ifadəsini demişdik. Yəni, həqiqidə də işlənə bilər, məcazidə də işlənə bilər. Qələm yola düşdü. Bu nə olacaq? Həqiqi olacaq. Qələm əlimizdən yola düşə bilər də. Burada artıq ona frazem deməyəcəyik. Həqiqi mənalı ifadə deyəcəyik. Aydındır mı? Bir də var, deyirəm ki, Bakıdan gələn qonaqlarımız rayona yola düşdülər. Yola düşdülər. Yəni, yol alıb öz məkanlarına doğru getdilər. Bu anlamda işlənib. Burada isə artıq frazoloji birləşmə olacaq. Bir neçəsində özümüzdən deyək. Məsələn, burnunun ucu göynəmək, uşaqlar. Deyirəm ki, soyuqdan burnunun ucu göynəyirdi. Həqiqətən soyuqda görürsünüz, burnumuzun ucu göynüyür. Burada nədir? Burnunun ucu göynəmək həqiqi mənalı ifadə olacaq. Bir də var, deyirəm ki, anamdan ötürü burnumun ucu göynüyür. Burada artıq darıxmaq mənasında olacaq və frazem mənasında işlənəcək. Bura qədər aydındır. Sonra başa vurmaq ifadəsi. Başa vurmaq. Yazırıq bura. Başa vurmaq. Baxın, bu da həm həqiqi mənada işlənir, həm də frazem kimi işlənir. Deyirəm ki, o təhsilini başa vurdu, yəni bitirdi mənasında olacaq frazem. Başa vurmaq orada frazem olacaq. Və yaxud deyirəm ki, elədiyi yaxşılığı adamın başına vurur. Burada da olacaq frazem. Burada da olacaq frazem. Sonra bir də var, məsəl üçün, nəyisə götürdü, kimisə başına vurdu. Burada isə həqiqətən götürür, məsələn, qələmi götürdü, uşağın başına vurdu. Vura bilər də, burada nədir? Həqiqi mənalı ifadə kimi çıxış edir. Bura qədər də məncə aydın oldu. Sonra keçirik nəyə? Uşaqlar, biz sizlə sinonimlər, antonimlər keçdik və dedik ki, sinonimlərin, antonimlərin tərəfləri həmişə eyni nitq hissəsinə mənsub olur. Yəni, bir tərəf isimdirsə, digər tərəf də isim olmalıdır. Bir tərəf feildirsə, digər tərəf də feil olmalıdır. Frazemlərdə də bu tip bir əlamət var. Deyir, leksik mənası olan bir çox sözlər kimi frazoloji birləşmələrdə də sinonimlik, antonimlik xüsusiyyəti var.
Hətta amonimli xüsusiyyəti də var. Keçəcəksiniz. Amonimli xüsusiyyəti də var. Amma ki, frazoloji birləşmələrin sinonimi də, antonimi də nə olmalıdır? Frazem olmalıdır. Frazoloji birləşmə olmalıdır. Məsələn, sənə qulaq asmaq ifadəsini verər. Qulaq asmaq. Deyər ki, bu sözün sinonimi dinləməkdir. Dinləmək. Təbii ki, səhvdir. Nəyə görə səhvdir? Çünki qulaq asmaq frazemimizdir. Dinləmək frazem deyil. Sözdür. Müstəqil, həqiqi mənalı sözdür. Frazemin sinonimi də, antonimi də, amonimi də nə olmalıdır? Hökmən frazem olmalıdır. Hökmən frazoloji birləşmə olmalıdır. Baxın, burada nümunələr verir. Deyir, göz verib, işıq verməmək. Gözüm çıxdıya salmaq. Görürsünüz, hər ikisi göz verib, işıq verməmək də frazemimizdir, gözüm çıxdıya salmaq da frazemimizdir. Qanı qaralmaq, keyfi kökəlmək. Qanı qaralanda insanın əhval-ruhiyyəsi pis olur, keyfi kökələndə isə əhval-ruhiyyə yaxşılaşır. Yəni, qanı qaralmaq da frazemimizdir, keyfi kökəlmək də frazemimizdir. Ona görə də bir-birinə antonim sayılır. Sonra, dil boğaza qoymur. Məsələn, dil boğaza qoymur ifadəsini versə Məhəmməd. Dil boğaza qoymur, çox danışmaqdır. Bunun sinonimi kimi çox danışmağı götürə bilərəm ya yox? Bəli. Götürə bilərəm. Məmə, söz nə idi? Bax, dil boğaza qoymamaq, dil boğaza qoymamaq. Frazemini verib bizə. Deyir, sinonimi çox danışmaqdır. Çox danışmaq. Mənmə. Ay, sağ ol. Çünki dil boğaza qoymamaq frazemimizdir. Çox danışmaq frazem deyil. Frazemin sinonimi də, antonimi də nə olmalıdır? Frazem olmalıdır. Sonra Sevinç, başına dolanmaq ifadəsini versə, başına dolanmaq, da yazmıram burada, başına dolanmaq ifadəsini verir və deyir ki, bu sözün sinonimi əzizləməkdir. Doğrudur. Xeyr. Nəyə görə xeyr? Mənmə, əzizləmək, amma... Bəli, əzizləmək həqiqi mənalı sözdür. Başına dolanmaq isə frazem kimi işlənir və frazemin də dedik sinonimi, antonimi nə olmalıdır uşaqlar? Frazem olmalıdır. Uşaqlar, və frazemlərin əksəriyyətini bir sözlə ifadə eləyə bilirik. Yəni, hər hansısa bir frazemi bir sözlə ifadə eləyə bilirik. Məsələn, burada bir neçə dənə frazem yazacağam və siz izah eləyə bildiyinizi izah eləyə bildiyinizi izah eləyəcəksiniz, bilmədiyinizi də mən izah eləyəcəm. Məsələn, deyirəm ki göz qoymaq. Qoymaq. Göz qoymaq frazemimizdir. Bunu bir sözlə ifadə eləyin görüm. Aha, de görək Məhəmməd. Bəyənmək. Yox, göz qoymaq. Hə, bəyənmək mənası da ola bilər. Bəli, ola bilər Məhəmməd. Digər bir mənası, bir də nəzarət etmək. Bir də nəzarət etmək uşaqlar. Yox, bir də nəzarət etmək. Yəni deyir, göz qoyuram, görüm uşaq hara gedəcək. Səsi bağlayın. Göz qoyuram, görüm uşaq hara gedəcək. Deyir, uşağa bayaqdan göz qoyur. Yəni nəzarət eləyir, görüm uşaq hara gedir, hardan gəlir. Aydındır mı? Sonra yazın. Gözü yolda qalmaq. Gözü yolda qalmağı bir sözlə əvəzləyin. Gözü yolda qalmaq frazemi. Məhəmməd. Gözləmək. Gözü yolda qalmaq, gözləmək. Sevinç doğru mu deyir? Mən başqa bir fikrim var. Yəni ki, kiməsə o birisi mən yəni deyəməm, gözləmək. Gözü yolda qalmağın elə bir mənası gözləməkdir. Gözləməkdir. Sonra səsi bağlayın. Gözünün acısını almaq. Yanında uşaqlar. Gözünün acısını almaq. Sevinç. Mənimlə yatmaq mənasında. Bəli, yatmaq, mürgüləmək mənasında. Daha doğrusu mürgüləmək. Yəni, qısa müddət içində yatır da uşaqlar. Biri var səhərdən axşama kimi yatsın, bir də deyir 1 saat, yarım saat gözünün acısını alsın, gəlsin, mürgüləsin, gəlsin. Sonra səsi bağlayın. Kimin adını çəksəm o da cavab versin.
Sonra nə deyə bilərik burada? Tə. Dil, dodağı, qurumaq. Sevinç. Dil, dodağı, qurumaq. Müəllimə, suslamaq. Bəli, susamaq. Sonra Məhəmmədədir bu sualım. Dilotu, yemək. Çox danışmaq. Ay, sağ ol. Görürsünüz, frazemlərin əksəriyyətini neynədik? Bir sözlə əvəzləyə bildik. İndi nə sual verəcəm? Uşaqlar, bayaqları dedik ki, söz birləşmələrində əsas və aslı tərəf olurdu. Frazemlərdə aslı və əsas tərəf söhbəti yoxdur. Yəni, frazem bərabərdir nəyə? Bir dənə sözə. Ona görə deyirik ki, frazemlər tərkibcə dəyişmir. Tərkibcə dəyişmir. Tərkibcə dəyişməz ifadələrdir. Sizə sual verə bilər ki, frazemlər tərkibcə dəyişir, deyəcəyik xeyr. Frazemlər tərkibcə dəyişmir və dildə onlar hazır şəkildə mövcud olurlar. Hazır şəkildə. Məsələn, dedik ki, bayaqları dilotu yemək. Dil, o, tu, yemək. Məhəmməd, sual versə ki, dilotu yeməkdə aslı tərəf dilotudur. Doğrudur. Bəli. Məhəmməd, bax, indi deyirik. Müəllimə, yox, mən onu kəndi dəyişmədən. Bəli, frazemlərdə əsas və aslı tərəf söhbəti yoxdur. Dilotu yemək ilə bərabərdir bir sözə. Amma məsəl üçün, qapının dəstəyi deyirdik. Dəstəyi. Bəli, bu frazem deyil. Qapının bir sözdür, dəstəyi də bir sözdür. Amma frazemlər bərabərdir bir sözə. Məsələn, burada dilin otunu yeməkdən söhbət gedir. Yox, görürsünüz, dil otu da yemək sözdə öz həqiqi mənasını itirir. Bir mənanı ifadə edir, çox danışmaq. Sonra məşhur bir frazem var, cin atına minmək. Burada həqiqətən cini çağırırsan ki, gəl sənin atıva minim. Qulaq asın. Cini çağırırsan ki, gəl sənin atıva minim. Yox. Cin atına minmək nədir? Əsəbləşməkdir. Yəni, orada cin sözü də, at sözü də, minmək sözü də öz həqiqi mənasından uzaqlaşıb bir məcazi anlam, yəni əsəbləşmək ifadəsini verir. Aydındırmı? Sonra, indi sizə bayaqları dedik ki, bəzi frazemlər var ki, həqiqi mənada, həm də məcazi anlamda işlənir. Bir söz yazacağım. Məhəmməd onun frazemin deyəcək, Sevinç də onun həqiqi mənada işlənməsini. Yazıram bura. Əlindən tutmaq. Tutmaq. Məhəmməd frazemin deyəcək, yəni məcazi anlamda işlədəcək. Sevinç də bunu həqiqi mənada işlədəcək. Çünki əlindən tutmaq həm məcazi mənada işlənir, həm də həqiqi. Kömək. Aha, de görüm Məhəmməd. Məsələn, o deyə bilər ki, onun dar günündə əlindən tutdu, Bəli, kömək etdi. bəli, yəni dar günündə əlindən tutmaq kömək etmək anlamında nə olacaq? Frazem olacaq. İndi Sevinç, sən əlindən tutmağı həqiqi mənada işləd. Məsələn, hansısa bir böyük bir insan kiçik bir uşağın əlindən tutdu. Ay, sağ ol. Bəli, götürür əlindən tutur. Doğrudur. Digər bir ifadə. Yerə salmaq. Bu da həm frazem kimi işlənir, həm də həqiqi mənalı söz kimi. Məhəmməd bunun həqiqisini deyəcək, Sevinç frazem kimi işlədəcək. Yer olmazda yolu olardı. Yerə salmaq, yox, yola salmaq yoxdur. Elə eyni şeydir də Məhəmməd. Yerə salmağı. Məhəmməd frazemin deyəcək, Sevinç həqiqi mənalı qarşılığı. Yerə saldı. Mən elə yolu salmaqla eyni şeydir. Məsələn, deyə bilərəm, qonağı yerə saldı yola. Yox, Məhəmməd. Yaxşı, Sevinç həqiqi işlətsin görək, Məhəmməd hələ fikirləşsin. Sevinç həqiqi mənada işlət görək. Məsələn, kiminsə əlindən hansısa bir əşya yox. Hə, düz deyirsən də Sevinç. Yəni əşyanı əlindən yerə saldı. Ənə saldı, Sevinç. Qələmi əlindən yerə saldı. Yəni burada nədir? Həqiqi mənadadır. Artıq burada frazem olmayacaq. İndi Məhəmməd, sən frazem kimi işlət. Məhəmməd, sözü tutmayanda nə edirlər? Kimsə kiməsə söz verir. Yerə saldı, hə. Aysa, məsələn hansısa bir... Sözünü yerə saldı.
saldı. Ay, sağ ol. Kimsə kiminsə sözünü yerə salır. Sözü axı həqiqətən yerə salmaq olmaz. Orada frazem anlamında işlənir. İndi başa düşdünüz uşaqlar? Bəzi frazemlərin də həm həqiqi mənası olur, daha doğrusu bəzi sözlər həm frazem kimi işlənə bilir, həm də həqiqi mənalı söz kimi işlənə bilir. Bunu biz necə müəyyənləşdirəcəyik? Kontekstdə. Kontekstdə, cümlədə, mətndə baxacağıq ki, hansı anlamda işlənib. Məsələn, birində mən deyim, siz cavab verəcəksiniz. Əldən düşmək ifadəsi. Əldən düşmək. Məhəmmədədir birinci sualım. Məhəmməd, deyirəm ki, o qədər iş görmüşdüm ki, əldən düşmüşdüm. Burada əldən düşmək həqiqidir, yoxsa frazemdir? Məcazi. Yəni Frazem. frazem. Bir uşaqlar. Deyirəm ki, sevinç. Qələm əlimdən yerə düşdü, əldən düşdü. Bəli, əldən düşdü. Burada da nə olacaq? Həqiqi mənalı ifadə. Doğrudur uşaqlar. Belə. Sonra uşaqlar, bir sual da verim. Biz dedik ki, frazemlərin sinonimi, antonimi, amonimi nə olur? Frazem olur. İndi bura bir frazem yazıram. Özündən. Özündən çıxmaq. Özündən çıxmaq frazeminin sinonimini deyin görüm. Özündən çıxmaq nə demək? Hə, frazemi. Özündən çıxmaq nədir? Əsəbləşməkdir də. Yəni uşaqlar, əsəbləşmək. Əsəbləşmək. Bayaqları əsəbləşməyin bir dənə frazemin demişdik. Deyin görək. Ay, sağ ol. Deməli, özündən çıxmağın frazemi nə olacaq? Cin atına minmək. Yaxşı, sizə özündən çıxmağı versə və desə ki, bunun sinonimi əsəbləşməkdir. Düz götürəcəksiniz. Nəyə görə düz götürməyəcəyik? Yəni frazem. Bəli. Yəni frazemin sinonimi də, antonimi də nə olmalıdır? Frazem olmalıdır. Yaxşı, xoşuna gəlmə ifadəsini verir sevinç. Sevincədir sualım. Xoşuna gəlmək. Deyir, bu frazemin sinonimi bəyənməkdir. Doğrudur. Ay, sağ ol. Amma desə ki, mənası bəyənməkdir. O doğru olarmı? Bəli. Mənası desə və yaxud desə bir sözlə əvəzlə, bəli, deyəcəyik bəyənməkdir. Amma sinonimini soruşsa, biz nə deyəcəyik? Ona deyə bilmərik ki, bəyənmək onun sinonimidir. Çünki bunun sinonimi də nə olmalıdır? Frazem olmalıdır. Xoşuna gəlməyin sinonimini və antonimini burada deyək. Sinonimini evə tapacaqsınız və gələndə sizdən soruşacağam. Dərsimizi Bəli. Dərsimizi izləyənlər də yorumlarda yazarlar. Xoşuna gəlməyin sinonimi nədir? İndi antonimini deyin görüm. Xoşuna gəlməyin antonimi nə ola bilər? Aha. Zəhləsi getmək. Əlasın. Bəli, xoşuna gəlmək, zəhləsi getmək. Hər ikisi nə oldu? Frazem oldu. Ona görə də antonim deyə bilərik. Xoşuna gəlməyin sinonimini də gələndə soruşacağam sizdən. Aydındır mı? Bəli, mən onu səslə Yazacağam. Ümumiyyətlə, frazemlər haqqında, izahda nə qaranlıq qaldı? Nəyi başa düşmədiniz? Nə çətinliyiniz oldu? Bir dənə dərsi saxlayayım, bir dənə danışaq. Bir dənə dərsi saxlayayım.